Şəhərimizin qocalar evində 108 insan qalır. Onların arasında hamısı qoca deyil. Burada əlil və şikəstlər də var. Neçə illər əziyyət çəkib, övladlarını ərsəyə gətirən bu qocalar indi onlar tərəfindən heç yad edilmir. Gənc İntellektlər Təşkilatının fəalları isə bugün onlara övlad kimi münasibət bəsləməyə çalışıb. 18-ci ildə Azərbaycan öz müstəqilliyini qazanmışdır və biz belə qərara gəldik ki, hər iki tədbiri keçirmək bizim arzumuz idi. İkisini birləşdirək, bu gözəl bir gündə qocaları da sevindirək, həm qocalara mənəvi dayaq olaq, həm də əlimizdən gələn qədər maddi yardım göstərək. Qeyd edək ki, şəhər qocalar evində müxtəlif millətlərin nümayəndələri də var. Məni dərxanaya aparmaq istəyirdilər. Sonradan bura gəldim. Burada bizə yaxşı baxırlar. Rusiyaya evimə qayıtmaq belə istəmirəm. Mən özüm erməniyim, erməni dilində bilmirəm. Burada yekələmişəm Azərbaycanda. Azərbaycana mən nətər deyim, довольная. Очень довольна. И они меня обувают, одевают, кормят. Даже своих армян не хочу я вспоминать. Раз они такие плохие, нас не вспоминают, а я их тем более не хочу вспоминать. Bir qocanın könlünü açmaq, ona qayğı göstərmək olduqca savab işdir. İş onda deyil ki, belə görüş üçün mütləq hansısa bayram olmalıdır. Kimsəsizi həmişə yad etmək olar. Qoy onların övladları unutmasınlar ki, haçansa özləri də qocalacaqlar. Ceyhun Səfərov, Vaqif İbrahim Xəlil, Xəbər Plus.